50 manat nələr olmaq olar? Bugün 50 manatda bazarlığı göstərəcəm sizə. Başlayırıq kartofla, sonra şirniyyat, daha sonra pomidor, biraz soğan. Sonra başlayırıq keçirik şirniyyatlara. Biraz ekler, biraz içi karamelli qoğal var. Bilmirəm, yəqin ki çoxunuz bilirsiniz. Biraz şirniyyat, yumurta, Nescafe hədiyyədir bir üstündə güyə. Sonra şokolad, belə uzun şirin şey idi, yəni nə idi adını unuttum. Xırda meyvə qurusu, toz şəkər, yenə şirniyyat. Bunun adı nə idi bilmirəm, heç dadı da yox idi. Sonra şor, lastoskası, miskası, markanın adını dedik. Sonra yenə şirniyyat, tualet salfetkası, banan, puding, yoğurt və daha sonra tabii ki olmazsa olmaz spagetti, biraz kalpasa və Naturanın şaftal soku, biraz da su. Yolda gələndə susamışdıq. Sonra belə marketdə